salamlar. Gəlin başlayaq 51-dən işləməyə. Birinci, arrive at home yazıbdır. Baxın, home-da həmişə görəndə biraz diqqətli oluruq. Söz önünü işlədərkən, əgər istiqamət bildirirsə, bu zaman söz önü düşməlidir. Arrive home, evə gəlib çatmaq, get home, sonra evə getmək, reach home. Söz önü işləmir heç birində. Sonra, deməli, burada bir yanlış oldu. Arrive in London düzgündür. Çünki böyük məkanlar inlə işlənir. Deməli, bizim üçümüz düzgündür. Get to school, məktəbə çatmaq. Get to ilə işlənir. 4 də düzgündür. Get to çatmaq deməkdir. Reach, arrive, get to. Bunları biz sinonim olaraq əzbərləmişik Günarədən. Reach to school yanlışdır. Reach özündən sonra söz önü istəmir. Bunu əzbərləyin. Cavab olur 2 ilə 1 səhvdir. 3, 4. O da olur Y bəndi. Baxırıq 52-yə. Her cousin lives on the 8th floor. 8-ci mərtəbədə. Mərtəbə 10 söz önündən işlənir. This apartment block. Bu mənzilin blokunda, binasında belə deyək. Ona görə bu da qapalı məkan olduğu üçün inlə işlənir. Cavabımız 10 in C bəndi. Sonra I decided to go bus stop. Baxın, burada nə deyir? Taksi ilə getdim. Baxın, nəqliyyatların qabağında əgər artikel yoxdursa, by taxi qoyuruq. By üstə gələk nəqliyyat. Not food. Food da həmişə onla işlənir. 10 by olan variant harda var? Cavab, yox, by on. Cavab A bəndidir. Gəlin baxaq. Əslində avtobus dayanacağı ətlə işlənməlidir. Amma burada bax, tərcümədə diqqətli olun. Deyir, mən qərar aldım ki, avtobus dayanacağına A-ə istiqamət var. Ona görə to the bus stop. Mən qərar aldım ki, avtobus dayanacağına taksi ilə gedim, piyada yox. Cavab A bəndi. 54-də baxırıq. 54-də they were waiting in a line to enter the theater. Onlar deyir, teatra daxil olmaq üçün cərgədə gözləyirlər. In a line cərgədə deməkdir. Bunu əzbərləyirik. The boy on the right is this photo is my brother. Deyir ki, sağdakı bu şəkildə sağda olan oğlan mənim qardaşımdır. In this photo bu şəkildə on the right sağdakı, sağda solda 1 2 onunla işlənir. Cavab A bəndi. Baxırıq 56-da. They dream of living a remote island. Deyir, onların ucqar bir adada yaşamaq arzusu var. Belə deyək. Burada da island ada olduğu üçün cavab 100% C bəndi olur. On the island olur. 57-yə baxırıq. They met her last Saturday-də heç nə. Deməli, last Saturday-də heç nə olmadı. Boşluq qoyduq. Airport-da ətlə işlənir. They met her at the airport last Saturday. Onlar keçən deməli, şənbə günü onu hava limanında qarşıladılar. Deməli, ət və boşluq olur. Cavab eləyir D bəndi. 58-də baxırıq. They got back holiday Friday. Onlar deyir ki, 5-ci Friday 100% ondan işlənir. From the holiday olur burada. Onlar deyir, bayramdan 5-ci gün qayıtdılar. Bayramdan geri qayıtdılar. Get back, geri qayıtmaq deməkdir. 58-də olur A bəndi. Baxırıq 59-cu testimizə. Deməli, many travelers go London summer holidays. Yay tətillərində, yay tətilləri varsa on summer holidays olur. Və çoxlu səyahətçilər yay tətillərində Londona gedirlər. Go to London. İstiqamət var burada da. To on. Hansı variantda B bəndidir? Gəlin indi baxaq. Yenə deyirəm, ölkələrin qabağında in işlənər. İllərdə də var in işlənər. Bayaq nədə deyirdik, bilmirəm. Normal qaydada bunlar işlənir. Amma bəzən istiqamət bildirəndə tərcüməyə baxmaq lazımdır. Onlar istiqamət də bildirə bilərlər. Elə burada deyir ki, çoxlu səyahətçilər yay tətillərində Londona gedirlər. He said his brother and sister. Bacısının və qardaşının arasında oturdu. D bəndi. Bacısının və qardaşının arasında oturdular. 2 nəfərin arasında olanda between olur. Baxın, brother və sister var. Ona görə cavab 100% D bəndidir. They crossed the river using a small boat. Onlar deyir, balaca bir qayıqdan istifadə edərək deməli, çayı keçdilər. Deməli, across the river. Çay boyunca. Across the river qoyuruq burada. Deməli, çay boyunca balaca bir qayıqdan istifadə edərək getdilər. Yəni, çay üzunu, çay boyunca. 62-yə baxırıq. Deməli, 62-də the sun is the brightest star in our galaxy. Galaxy kainat kimi deyək də, bizim kainatımızda günəş ən parlaq ulduzdur. Deməli, in our galaxy, bunu da yazıb əzbərləyirsiniz, inlə işləndi. Sonra baxırıq 63-ə. They arrived the party, deməli, 7 o'clock sharp. Onlar saat 7 tamamda, deməli, partiyə gəlib çatdılar. Deməli, bizim saatlarımız nə ilə işlənir? Ətlə işlənir. Deməli, oldu burada ət. Partiyədə biz nə demişik? Partidə ətlə işlənir və yaxud da arrive ətlə, kiçik yerlərə ətlə
çatarkən ətlə istifadə edirik. Ona görə ət 63 olur D bəndi. Baxırıq 64. Avropada people usually drive right. Sağda sürürlər on the right. Harda? Avropada in Europe. In on cavab 64-də elədi D bəndi. Deməli, ölkələr, şəhərlər, qitələr, materiklər bunlar inlə işlənir. Sağda, solda bunlar da ondan işlənir. Davam edirik burada. Deməli, they went the park Saturday morning. Onlar 5-in belə deyək də, şənbə səhəri parka getdilər. Deməli, yenə həftənin günündə 100% 10 işlənir. Məsəl üçün, gəlin variantlarla işləyirik. İkincisi 10 olan bir budur, bir də budur. Parka getdilər. Haraya? Parka. A-ə istiqamət var. Deməli, cavab A bəndidir. A-ə mənasını verən də bizdə yönlük haldır da, bu tudur. Sonra 66-da their family moved deməli countryside in spring 100% inlə işlənir, fəsillər inlə işlənir. İkincisi in olan variantları saxlayıram. Onlar köçdülər, haraya köçdülər? They moved to the countryside, move to ilə işlənir, kənd ətrafına köçdülər. Ona görə countryside kəndə köçdülər. Deməli onda cavab olur to in. Hansı variantda C bəndidir? Buna baxırıq. Her aunt lives in Australia. Onun deyir ki, xalası Avstraliyada yaşayır. Məkanlar inlə işlənir. There is a garden, the house. Next-in burada tusu olmalıydı. Ona görə 2 getdi. Deyir ki, onların deməli evdən bağçası var. From olmaz. Beside arxasında, evlərinin arxasında bağçası var və yaxud da behind. Estağfurullah, səhv dedim. Beside yanında deməkdir. Yanında bağçalar var. Behind arxasında bağçalar var. Cavab 1-4 D bəndidir. Deməli, beside oldu yanında, behind arxasında. They met cinema Friday night. Yenə Friday olduğu üçün 10 Friday olur burada, milyon faiz. İkincidə 10 olan bir dənə B bəndidir. They met at the cinema. Onlar kinoteatrda, deməli, cümə gecəsində qarşılaşdılar. Kinoteatrda sinemədir, partidir, teatrdır. Bunlar hamısı ətlə işlənir. Çünki biz dedik ki, biz həm sinemada, teatrda, bayramlarda ət yeyirik. Baxırıq 70-ciyə. Place the seedlings in the sunlight to grow. Deyir, yetişmək üçün toxumları günəş işığında yerləşdir. In the sunlight, günəş işığında. Burada deməli sunlight inlə işlənir. In the sunlight. Cavab oldu C bəndi. 71. He went the shop his friend. He went to the shop with his friend. O deyir, mağazaya dostu ilə getdi. Went to getdi, mağazaya A-ə istiqamət bildirir. Kim ilə getdi? Dostu ilə getdi. To with. Cavab 71-də olur. Y bəndi. 72-yə there are sheep. Meadow çəmənlik demək. In the meadow olur da. Çəmənlikdə deyir, qoyunlar var. 72-də də cavab olur Y bəndi. In the meadow çəmənlikdə deməkdir. Ümumiyyətlə, belə deyim də, məkan bildirənlər adətən inlə işlənir, amma adətən. She lay down the sofa and took a nap. Deyir ki, o, deməli, lay down nədir uşaqlar, onu yadda saxlayın. Lie down sözünün keçmiş zamanıdır. Lie down uzanmaq deməkdir. Və burada bizim bu sözümüz keçmiş zamanda olur lay down. O deyir, divanda uzandı. Divanda necə olur? On the sofa. Divanın üzərində uzanırıq. Ona görə cavab 73-də C bəndidir. Burada took a nap, bunu biz keçmişik. Took a nap, mürgüləmək, mürgüsünü almaqdır. 2-3 dərgəlik qısa yuxudur. Bir də siesta var. Siesta. Biraz səhv yazdım burada. Siesta. Bu da qısa mürgüdür. Mürgüləmək deməkdir. 74-lə davam edirik. When the students go to school in your country. Deməli, go to school, məktəbə getməkdir. Bunu biz həmişədən əzbər bilirik. Sənin ölkəndə də in your country. To in olan cavab varmı? Bəli, C bəndidir. Deyir, sənin ölkəndə şagirdlər nə vaxt məktəbə gedirlər? When you arrive in Germany, böyük məkanlar inlə. Deyir, sən Almaniyaya çatanda he will meet you at the airport. O səni hava limanında qarşılayacaq. In at. Cavabımız B bəndidir. Deməli, airport, hava limanı ətlə işlənir. Bu da böyük məkanlar inlə işlənir. Arrive-lə. Reach-dən sonra söz önü işlənmir. They reached the station on time. Onlar vaxtında stansiyaya çatdılar. Reach özündən sonra sinonim söz önü istəmir. 76 C bəndi. Deməli, baxırıq 77-yə. She last saw him. O deyir, sonuncu dəfə onu gördü oktyabrın başlanğıcında. Deməli, başlanğıcda deyəndə deyirik in the beginning. Elə uşaqlar. Bir də var nəyinsə başlanğıcı. At the beginning of something.
Əgər burada something varsa, bizim burada somethingimiz baxın Octoberdir. Somethingimiz varsa bu zaman bura qoyursan of, burada qoyursan at. At the beginning of October. Oktyabrın başlanğıcında at of varmı? Bəli, deybəndidir. 78. Some guests were sitting chairs. Others were sitting the couch. Couch divan deməkdir. Sofaya bərabərdir, belə deyək. Sofada 10 işlənirsə, couchda da 10 işlənər. Bunu belə yadda saxlayın. Və deməli, chair da stuldur. Stulun da üstündə otururuq da biz. 10 chairs. Deyir, qonaqlar, bəzi qonaqlar were sitting on chairs. Stulların üzərində otururdular və digərləri də divanın üzərində. Baxırıq 79. He learned to ride a bike. Deməli, o velosiped sürməyi uşaqlığı zamanında öyrəndi. Uşaq olaraq during his childhood. Uşaqlığında öyrəndi. Deməli, 79 olur B bəndi. 80. Our family moved to the city in. Deyir, bizim ailə köçdü şəhərə. İndən sonra nə gələ bilər, ona baxmalıyıq. Deməli, in, üstə gələk, spring, yazda köçdü, in July, Julayda köçdü. Weekend həftə sonudur, at the weekend və ya da on the weekend işlənə bilər. Burada da ayın tarixini bütöv verəndə onunla veririk. Ona görə cavabımız 1 və 4 Y bəndidir. 81. Martin lives in a small town in England. Martin deyir, İngiltərədə balaca bir şəhərdə yaşayır. Çox asandır bu testlər. D bəndi. Kiçik məkanlar inlə, İngiltərə inlə. Small town, balaca şəhərdə, countrydir, towndur. Bunlar indən işlənir. 82-yə baxalım. 82-də deyir, he gave us presents at the end of the meeting. At the end of the meeting. Nəyinsə sonunda. Baxın, bu somethingdir. At the end of the something. Bayaqki, bax, burada 77-ci testdən o yine olan testi. At of cavab A bəndidir. Baxın, əgər burada meeting sözü olmasaydı, eləcə qoyardıq ki, in the end. Amma burada meeting sözü, yəni something nəsə olduğu üçün bura at the end of something olur. Nəyinsə sonunda. Emily went to school ola bilər. Baxaq, at the age of 5 belə düşünürəm. Yenə də baxaq, went to school at the age of 5 deməli cavab C bəndidir. Saat 5 yaşında. Bunu əzbərləyirsiniz. At the age of 5. Bunu yazın, əzbərləyin uşaqlar. At sözünündən işlənir 5 yaşında. Belə yadda saxlayın. Biz istənilən yaşımızda at yeyirik. At the age of 5, at the age of 2, nə bilim, istənilən rəqəm qoya bilərik. Sonra go to school-u da zaten bilirik 83-də. 84-də baxırıq. 84-də nə deyir? I worked last night. Keçən gecə deyir, mən işlədim. Deməli, I worked saat 9-a qədər işlədim. Deməli, əgər burada 1 saat olsaydı from-ı qoyardıq. Heç cavab da yoxdur. Belə olur, saat 9-a qədər işlədim. I worked until 9 p.m. Saat 9-a qədər işlədim. Keçən gecədə heç bir söz önündən işlənmir. Cavab olur A bəndi. 85-ə baxırıq. I can see a family. Deyir, bu şəkildə mən deyir, mətbəxdə bir ailə görürəm. In the picture şəkildə. Deməli, şəkil olur, inlə işlənir. In the picture. I can see a family. Mən ailə görürəm. Deməli, burada şəkildə I can see a family in the kitchen. Mətbəx də inlə işlənir. In cavabı yoxdur. Bilmirəm niyə yoxdur. Çünki şəkildirsə in the picture olur. Mətbəx də qapalı məkandır, in the kitchen olur. Cavab indir burada. Amma bilmirəm nə çıxıb cavab heç. 86-ya baxağım. Ola bilsin ki, nəsə səhvlik var. Yəni, mexaniki bir şey gedib. Fikir verin, aşağılar burada in at 2 dəfə veribdir 85-də. In at 2 dəfə verib. Güman ki, burada biri hansısa indi. Ya burada indi, ya burada indi. Başa düşürsünüz inin. 2 də səhv düşübsə, demək elə testdə mexaniki səhvlik gedibdir. Yəni, indi cavab. 86. There are nice flowers in our garden. Qadında inlə işlənir. Cavab C bəndi. 87-yə baxırıq. They lay the grass, the river. Deməli, 87-də onlar deyir, deməli deyir ki, burada onlar çayın arxasındakı otun üzərində uzandılar. Beside arxasında, yanında. Yenə çaşıramayım bunu. Beside yanında deməkdir. Yanındakı otun üzərində uzanıblar. On the grass. Cavab dedi. Baxın, burada lay nədir? Lay feilinin keçmiş zamanıdır. Lay uzanmaq deməkdir. Bunun da keçmişi laydır, uzandı. Bu cümlə keçmiş zamandadır. They lay on the grass beside the river. Bu şəkildə istifadə edirik. Baxırıq 88. There are some spiders. Ceiling tavan deməkdir. Təbii ki, tavanda necə olur? Tavanın üzərində olar da on the ceiling olur burada. 88-də A bəndi. 89-da there are many lorries, the roads and they often create traffic jams in the streets olur. Deməli, belə deyirik. Küçələrdə çoxlu kamazlar var, yollarda
On the road olur da. On the road yollarda çoxlu kamazlar var. On the road yolda. Yol on the road olur və onlar tez-tez küçələrdə trafik cəmlər, yəni tıxaclar yaradırlar. On the road bunu qeyd eləyin. Sonra in the streetdə küçədə Robinson lived on a small island in a big house. Var mı cavab? Bəli, 90 da olur B bəndi. Belə deyək də, balaca bir adada yaşayır. Baxın, ada sözünü gördüksə on götürün. On a small island, balaca bir evdə in a big house. Çöldə yağış yağır, bilmirəm də səsi düşürmü bura. 91. There was nobody in the yard. Yard həyətdə, yenə məkanda in the garden, in the yard, in the street. Bunlar inlə işlənir. Arrive home. Deməli, they was, deyir onlar, mən evə gəlib çatanda həyətdə heç kəs yox idi. Yox idi. Bayaq da dedik ki, arrive home. Bunu əzbərliyin, xahiş edirəm sizdən. Arrive home, get home, reach home. Mən bunu sizə yazmışdım. Get home, reach home. Deməli, onda burada cavabımız in və boşluq olur. Cavab B bəndidir. 92-yə baxırıq. He was sending the corridor, the third floor. Floor varsa burada 92-də 100% nə olur? On the third floor olur. Koridorda dəhliz deməkdir də, evin içərisi məkandır. In the corridor. Koridorda bunu da qeyd edirsiniz və əzbərləyirsiniz. Cavabımız olur D bəndi. 93-ə we arrived the village. Deməli at 2 o'clock, saat 2-də çatdıq. İkincisi at olan burada 2 dənədir. Biz arrived in the village, to the village. Biz kəndə çatdıq. İstiqamət bildirir axı burada. We arrived. Amma bir dəqiqə. Deməli, we arrived in the village. Kəndə çatdıq. Burada in qoyuruq, to qoymayağın. Biz kəndə saat, kəndin içinə saat 2-də çatdıq. Kəndin içinə çatdıq. Deməli, onda cavabımız in və at. Cavab 93A-dır, 94. Next Saturday, next var deyə burada söz önünə qoymuruq. İkinci çıxaq olan, baxın, Y bəndidir. Yenə də gətirin yerinə qoyağın, görən uyğunlaşırmı? Deməli, next Saturday-yə görə biz çıxaq qoyduq deyə. Mənim cavab Y götürdüm. Yenə baxıram. We will go to the theater. Biz teatra gedəcək. İstiqamət bildirir. 95. Novruz is a traditional holiday in Azərbaycan. Baxın, bayramları görən kiməsini ət götürməliyik. Eləmir biz, amma götürmürük. Niyə? Tərcümə söhbəti var. Novruz Azərbaycanda milli bayramdır. Demir ya Novruzda nəsə. Ona görə cavabımız çıxaq in olur. Cavab B bəndidir. Bu tip testlər məncə burada var. Diqqətli olun. Burada tərcümə lazımdır. Baxırıq 96. He goes to work ola bilər. Baxaq, deməli 9 AM and comes home in the afternoon. Sabah günorta gəlir evə. Deməli in the afternoon-muzu bura nağdı qoyağın 100% var. Come home, home sözünü sevmir. Ona görə bu da getdi. Sonra evə gəlir saat 9-da ətlə işlənir. Sonra baxırıq nəyə? He goes to work, işə gedir. Bu dilə goes to work at 9 AM and comes home in the afternoon. Cavabımız nədir? To, at, boşluq, in olmalıdır. Cavab elə Y bəndidir. 97. Deməli, bunu niyə belə işlədik? Come home, home sözünü sevmir, saatlarla at işlənir. İstiqamət birində go to home olur. Günorta da in the afternoon şəklində işlənir. 97-yə baxırıq. On the bank of the river olur. Baxın, amma yenə də baxıram, birdən səhv ola bilər. Deməli, necədir burada? Çayın sahilində, there a lot of high trees, düzdür. On the bank of the river, çayın sahilində çoxlu hündür ağaclar var. Çayın sahilində, on the bank sahilində, on the coast sahilində, on the shore of, yadınızdadırmı? Belə bir birləşmə var idi. On the shore of, on the coast of, on the bank of. Mən bunu sizə izah eləmişdim. Elə həmin o birləşmələrdən də on of birləşməsi yəlik hal yaradır. Cavab Y bəndidir, 97. 98-ci testimiz, July is the hottest month in our country. Bizim ölkədə iyul ən isti aydır. Demirik ha, iyulda. İyulda demirik. Ona görə cavab A bəndidir. Bayaqki Novruz söhbətidir. Bayramlarda olduğu kimi. Baxın, tərcümədə əgər bizə desə ki, iyulda, o zaman in qoyuruq. Demiriksə qoymuruq. Yay biz adətən yeməklərimizi həyətdə yeyirik. Baxın, deyir burada yay demir, yayda. Ona görə in qoyuram. In summer we usually have our meals in the yard. Biz yayda adətən yeməklərimizi həyətdə yeyirik. 99 oldu C bəndi. 100-cü suala baxırıq. Deməli, she was waiting for the bus stop in her house. Wait for-la işlənər burada. Deməli, burada tərcüməyə baxırıq.
elə olmur. Deməli, she was waiting. O gözləyirdi harda? Avtobus dayanacağında. Wait burada önəmli itirir. She was waiting at the bus stop near her house. Evinin yaxınlığındakı avtobus dayanacağında o gözləyirdi. Məncə burada Y bəndi olur. She was waiting at the bus stop near her house.